Planet 2-ci Dünya müharibəsindən sonra heç vaxt olmadığı qədər təlatümlü dövrünü yaşayır. Hətta 90-cı illərdə Sovet İttifaqının dağılması, Şərqi və Mərkəzi Avropada baş verən hadisələr belə indiki qədər proqnozlaşdırıla bilməyən mənzərə yaratmamışdır. Bugün planet sadəcə gücün dominantlıq etdiyi məkana çevrilib. Beynəlxalq hüquq isə kağız parçasından artıq bir şey deyil. Bugünkü dünya belədir. Kim güclüdür, o da haqlıdır. Və mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və digər bölgələrdə təsdiqlənir. Bu fonda kiçik ölkələr necə davam etməli? İnkişaf yolunda hansı məntiqə istinad etməlidirlər? Azərbaycan nümunəsi maraqlıdır. Özünü doğrultmuş iki mühüm postulatı Prezident İlham Əliyev səsləndirir. Birincisi, hərbi gücün olmalıdır ki, heç kim sənə xor baxmasın, heç kim sənə ziyan vurmasın, heç kim düşünməsin hətta ki, sənə ziyan vura bilər və bunun cavabını ödəməyəcək. Və ikinci mühüm amil əməkdaşlıqla bağlıdır. Hər ölkə öz strategiya və ya siyasətini özünün potensialına uyğunlaşdırılmalıdır. O cümlədən mümkün qədər çox ölkələrlə ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurulmalıdır. Azərbaycan məhz buna nail oldu. Döyüşmək lazım gələcək, ancaq söhbət silahla döyüşməkdən yox, masa arxasında argumentlərlə məhz bu cür qanlı döyüşlərə qarşı mübarizədən gedir. Amma əsas sual budur. Dünya buna doğru gedirmi? Səngimək bilməyən Rusiya-Ukrayna münaqişəsinin ardınca transatlantik məkanda NATO daxilində parçalanmalar, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı arasında münasibətlərin yeni xarakterə keçməsi, cənub qonşumuzda baş verənlər, Amerika Birləşmiş Ştatları-İran münasibətlərindəki gərginliyin davam etməsi və s. yeni təhdidlər formalaşdırır. NATO'nun çərçivəsində gərginlik bu özü ilk dəfə deyil. Ümumiyyətlə biz bundan çıxış edəməliyik ki, istənilən bir müttəfiqliyin ya hərbi müttəfiqliyin bir hansısa bir vahid düşməni olmalıdır. Ki biz bu vahid düşmənə qarşı biz hamımız birləşmişik. Əvvəl bu təşkilatın vahid düşməni, yəni ümumiyyətlə təşkilatı yaratmışlar nəyə görə ki, Sovet İttifaqının yanılmasının, onun siyasi nüfuzunun yayılmasının qarşısını alsınlar. Sovet İttifaqı daxildıqdan sonra biraz o məqsəd yox oldu. İndi yenə Rusiyanın məqsəd kimi, onları birləşdirən bir amil kimi nəzərdən keçirdirlər. Amma indi Amerikadakı yeni hakimiyyət, görürsünüz, Rusiyanın danışıqlar aparır, Rusiyanın belə hesab edir ki, əməkdaşlıq edib, yəni o arada olan problemləri həll eləmək olar. Amma Qərbi Avropada olan siyasi establishment o hələ ki yenə də elə o fikrə sadiq qalıb ki, xeyr, Rusiyanın bu siyasəti bizdən strateji düşmənçilikdir. Prezident Trump elan edib ki, ABŞ daha bundan sonra Avropanın, belə demək, təhlükəsizliyin boyuna çəkəsi deyil. Və düz də deyir, Avropa ölkələrin əhalisi Rusiya elə bil ki, təhlükə mənbəyidir. Rusiyadan 3 dəfə çoxdur. İqtisadiyyəti isə 10 dəfə böyükdür. Deyir, zəhmət çəkin, təhlükəsizliyinizi təmin edin, ordu xərcləri artırın, hərbi sənayenizi bərpa edin. Bərpa etmək istəmirsinizsə, əliniz cibinizdə olsun, gəlin, mən sizə nə lazımdır satın. Buna görə fərz edirəm ki, daha indi bəlkə də nüvə çətiri hərəm ABŞ saxlayacaq, ancaq qalan bütün məsələləri Avropa məcbur olacaq özü həyata keçirsin və hiss olunur ki, önə çıxmaq istəyir. İndi Polşa biraz qabağa düşüb, ancaq çox məsələlər Almaniyada nasıl olacaq? Almaniya hiss olunur ki, həm ordusunun sayını da artırmaq niyyətindədir və hərbi sənayesini də bərpa edir.
Bəli, Azərbaycan yerləşdiyi bölgəyə sülhü gətirməyə nail olub. Ancaq qlobal müstəvidə bu işlə böyük oyunçular məşğul olmalıdırlar. Prezident İlham Əliyevin son səfərlərində apardığı müzakirələrin kontentində sülh mövzusunun əsas direktiv kimi fərqlənməsi diqqətdən yayınmır. Digər bir tərəfdən bu Bakının gündəliyinin həmişə əsas komponentlərindən biri olub. Sadəcə, indi Azərbaycanın öz bölgəsində bununla bağlı praktik nəticəsi və təcrübəsi var. Müharibədə və sülhdə qələbə qazanıraq. Sənədi zəhmət olmasa göstərək. Prezident İlham Əliyevin yerli telekanallara ilin əvvəlində verdiyi son müsahibəsində bölgədə sülh mövzusuna xüsusi yer ayırması təsadüfi deyildi. Artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız, cəmi 5 ay. Bunu bəlkə də heç axıra qədər dərk eləməmişik. Sülh şəraitində yaşamaq nə deməkdir? Prezident son Davos səfərində Euronews telekanalına müsahibədə də bu məsələyə qayıdır. Biz 5-6 aydır ki, sülh şəraitində yaşayırıq, buna öyrəşirik. Öz müstəqillik tariximizdə biz heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bugün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bugün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu qiymətlərin aşağı düşməsinə imkan yaratdı. Bugün region üçün praktiki və əməli bir addım atılır. Belə ki, ilk dəfə Azərbaycandan Ermənistana neft məhsullarının ixracı həyata keçirilir. Bu region üçün həm də sülh gündəliyinə iqtisadi dividendlər gətirəcək. Azərbaycan, Ermənistan arasında son 30 illik müharibə ilə keçən münasibətlərin normallaşması, təhlükəsizlik. Bu nə deməkdir? Azərbaycan üçün də, Ermənistan üçün də hərbi xərclərin azalması, buradan gələn pulun iqtisadiyyata yatırılması üçün və ya insanların rəfahına yatırılması. Bu da labidən rəfahı gündəmə gətirir. Hər şeydən öncə sülh bu. Bir başqa şey normallaşmanı gündəmə gətirir. Yenə bu normallaşma iqtisadi sahədə olduğu kimi kommunikasiyası da özünü göstərəcək. Bu artıq hər kəsin qazana biləcəyi, sülh hər kəsin qazana biləcəyi bir mənzərəni ortaya çıxardacaq. Burada kommunikasiya xəttləri, Zəngəzur koridoru kimi koridorun ortaya çıxması, artıq normal ticari münasibətlərin bu nişanələri başladı artıq Azərbaycanın buğda ilə bağlı, benzinlə bağlı etdiyi jestlər filan. Bu fokusun gündəmə gəlməsi ümumi mənada Cənubi Qafqazın bir dostluq, rəfah, ən azından normal münasibətlər sisteminə çevrilməsi üçün bir mühit yaratma fürsəti verir. Bunu necə istifadə edəcəyik? Bunu xüsusən burada Ermənistan üzərinə çox-çox böyük işlər düşəcək.
Ermənistan-Azərbaycan arasında ticarət, iqtisadi əlaqələr, nəqliyyat, kommunikasiya münasibətləri genişlənəcəkdir və nəticə etibarilə bu Azərbaycanın bölgəyə təsir imkanlarını daha da artırmış olacaqdır. Eyni zamanda bölgəmiz üçün çox ciddi risklər, təhdidlər formalaşdırmağa çalışan kənar güclərin Ermənistan üzərindən proseslərə müdaxilə imkanları zəifləmiş olacaqdır, sıfırlanmış olacaqdır. Eyni zamanda mən hesab edirəm ki, Azərbaycanın xüsusilə də Ermənistan iqtisadiyyatı üzərində təsir etmə imkanları genişlənməklə Ermənistan cəmiyyətinə təsir etmə imkanları, Ermənistan dövlətinə təsir etmə imkanları artacaqdır və nəticə etibarilə sülh müqaviləsinin imzalanması həm də Ermənistan-Türkiyə arasında sərhədlərin açılması, münasibətlərin normallaşması, diplomatik əlaqələrin qurulması, ticarət əlaqələrinin genişlənməsinə gətirib çıxaracaq ki, bu da nəticə etibarilə Azərbaycanın və Türkiyənin bölgədə təsir imkanlarını artıracaqdır. Bu günə qədər destruktiv mövqedən bölgəyə təsir etmək istəyən güclərin təsir imkanlarını zəiflətmiş olacaq. Azərbaycan sülh yaratma və quruculuq işlərini yerləşdiyi bölgədə uğurla sınaqdan çıxarıb. İndi Qarabağ və Şərqi Zəngəzurdakı böyük quruculuq və böyük qayıdış dünya miqyasında unikal təcrübədir. Böyük qayıdış proqramı bugün dünya miqyasında ən uğurlu icra edilən qayıdış proqramı. Siz isə uzun illər çətin şəraitdə həm fiziki, həm mənəvi əzablar içində yaşamışsınız. Artıq buna son qoyuldu. The President of the Republic of Azerbaijan. Azərbaycanın dünyanın bir nömrəli siyasi paytaxtı, Vaşinqton tərəfindən Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət edilməsi ölkəmizin sülh gündəliyinə, sülh təşəbbüslərinə, humanitar siyasətinə münasibətin, eləcə də Ağ Evin Bakı ilə əməkdaşlığa verdiyi önəmin ifadəsidir. Bu koordinasiya əslində Misirdən, Şarm el-Şeyxdə keçirilən sülh samitindən başlamışdı. Azərbaycan bütün sülh təşəbbüslərində, o cümlədən qlobal sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün platformalarda özünü rahat hiss edir. Və təsadüfi deyil ki, rəsmi Bakı bugün qlobal sülh və təhlükəsizliyin mühüm iştirakçısı, hətta etibarlı vasitəçisi kimi qəbul edilir. Azərbaycan yerləşdiyi bölgəyə sülhü gətirən ölkədir və bu təcrübə bütün dünya üçün maraqlıdır. Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatları və Misir liderləri tərəfindən bu tarixi sammitə xüsusi olaraq dəvət edilməsi də təsadüfi deyildi. Budur. Mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs sizin həmkarınız hardadır? Budur, buradadır. Siz ikiniz hələ də yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər. Biz isə bir saata bu məsələni həll etdik. Elə deyilmi? İndi onlar yola gedirlər. Bu yaxşıdır, bu əladır. Düşünürəm ki, bu əladır.
Azərbaycanın bu məsələdə mövqeyi dəyişməzdir. Humanitar missiyada iştirak edirik, ancaq hüdudlarımızdan kənarda hər hansı hərbi missiyada yox. И мы не имеем никаких намерений рисковать жизнью и здоровьем азербайджанцев ради кого-то. Когда мы были в беде, мы были предоставлены своей судьбе. И никто нас не защищал. Что касается миротворческой миссии нашей в Афганистане, то, к счастью, и в том числе благодаря нашей позиции у нас не было ни одного пострадавшего. То есть не было жертв за все эти годы, именно потому, что мы видели свою функцию в охране стратегических объектов. Мы никогда не участвовали в боевых действиях, и участие в боевых действиях за пределами Азербайджана мной вообще не рассматривается. Beləliklə, dünya tamamilə yeni dövrünü yaşayır. Tektonik dəyişikliklər bütün layları tərpətsə belə, Azərbaycan yerləşdiyi bölgədə sabitliyi təmin etmək üçün möhkəm dayaqlar yaradır.